Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bir ay əvvəl efirə çıxmayacağını bəyan edən əməkdar artist Ruhəngiz Allahverdiyeva dünən Elgizlə izlə verilişində qonaq olub. Xəbər verilir ki, proqram zamanı aparıcı Elgiz Əkbər ona qərarını xatırladaraq bunları deyib. Keçən dəfə dedin ki, qurtardı, daha verilişlərə çıxmayacağam. Bizi də dərd götürdü. Sən efirə çıxmasan, qəfəsdəki quş kimi çırpınarsan. Sən öyrəşmisən, neçə ildir efirdəsən. Ruhəngiz Allahverdiyev isə sən mənə pozitiv enerji verirsən. Qoymadınız rahat oturum. Mənə başqa verilişlərdən də zəng etdilər. Hamısına dedim ki, gəlmirəm. Ancaq Elgizin verilişinə gedəcəyəm deyib.